qarşısında bizi dinləyən bütün seçicilərimizi, dinləyicilərimizi salamlamaq istəyirəm. Bütün seçicilərimizdən bizi dinləyən bugün hər bir Azərbaycan vətəndaşından istəyərdim ki, bugün mənim çıxışım əsnasında bir yerdə məsələlərə diqqət ayıraq, öz içərimizdə, beynimizdə analiz eləyək və bir nəticə çıxaraq. Bugün iqtidar nümayəndələri çox böyük fəxrlə sosial rifahdan danışırlar. Ölkə gündən günə çiçəklənirmiş, insanların yaşam tərzi gün-gündən yaxşılaşırmış. Mən mübahisə eləmək istəmirəm. Bəlkə də bugün ölkə çiçəklənir, hətta deyərdim ki, hasarlanır. Çox böyük uğurla divarlar ucaldılır, çirkinliklər malalanır. Amma mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bugün sosial vəziyyəti yaxşılaşmır. Buna sübut olaraq biz sosial problemlər üzündən hər gün xəbərlərdə oxuduğumuz intiharları misal gətirə bilərik. Ölkədə ən çox reytinq alan kriminal xəbərlər də bunun bariz nümunəsidir. Bugün danışılan sosial rifahın bir başqa nümunəsi də 100 manat civarında müəyyənləşən minimum əmək haqqı və təqaüdlərdir. Ölkəyə son 10 ildə rəhbərlik edən və bugün 3-cü müddətə seçilmə iddiasında olan İlham Əliyevin sosial rifahdan danışan səlahiyyətli nümayəndələri həmin 100 manat civarında və vacibə məhkum olsaydılar, bugün sosial rifahdan danışa bilərdilərmi? Bu ölkədə toxun acıdan xəbər yoxdur. Bunu qətiyyətlə deyə bilərəm. Bu ölkənin görüntüsü əslində əyalətlərdə yüzlərlə gənclərimizin, işsiz gənclərimizdən ibarətdir. İmkansız ailələrdən, maddi durumuna görə təhsildən imtina edən, parlaq gələcəyinə yox deyərək xarici ölkələrə fəhlə işləməyə gedənlərdən ibarətdir bu ölkənin əsl görüntüsü. Bu ölkənin görüntüsü intiharlardan, hər il keçid balı aşağı düşən, normal təhsil verə bilməyən ali məktəblərdən, bu ölkənin görüntüsü yüzlərlə səhiyyə müəssisəsində çalışan, yetərli tibbi xidmət göstərə bilməyən və həkimlərdən ibarətdir və qonşu ölkələrə təbii ki, üst tutan xəstələrdən. Bu ölkənin görüntüsü orduya əskər göndərən, 18-20 il nazın çəkdiyi övladını qeyri-döyüş şəraitində itirən və onların tabutunu alan analardan ibarətdir. Biz Ümid Partiyası olaraq deyirik ki, dəyişək. Gəncliyimizi mübarizə apardığı söz azadlığı uğrunda, sərbəst toplaşmaq azadlığı uğrunda həbs olunmasın gənclərimiz. Dəyişək ki, məhkəmələrimiz azad olsun, ədalət mücəssəməsinə çevrilsin, ordumuz qürurumuz olsun, polisimiz inam yerimiz olsun. Vətəndaş polisdən, məhkəmədən, şərböhtandan qorxan kimi qorxmasın, ona sığına bilsin, dövlətin himayəsinə sığına bilsin. Dövlətin himayəsini hiss etdikcə ölkəmizi sevsin, bayrağımızı sevsin. Mən çıxışımda təhsilin vəziyyətinə xüsusi diqqət ayırmaq istəyirəm. Əminliklə deyə bilərəm ki, ölkədə təhsilin səviyyəsinin aşağı endirilməsi xüsusi məqsədyönlü şəkildə aparılır. Çünki savadsız kütlə daha çox idarə olunandır. Çünki təhsildən uzaq qalan cəmiyyət daha az müqavimət qabiliyyətinə malikdir və belə cəmiyyəti daha rahat yönətmək olur, daha rahat qorxutmaq olur. Çünki təhsil olmayan insan bugün ayağa qalxıb ölkəyə gələn neft pullarının hara xərcləndiyini soruşa bilmir. Xalqın haqqı olan o neft pullarından vətəndaşlara pay vermək əvəzinə niyə ölkənin və millətin gələcəyinə yox, daşa, divara, asfalta xərcləndiyini, sorağının Dubaydan və Virgin adalarından gəldiyini açıqlamasını tələb edə bilmir. Heç bu barədə təsəvvürü də olmur. Bu hakimiyyət bilinçli şəkildə ölkə vətəndaşlarını əqli şəkildə ciddən şikəst etməklə, cəhətdən salmaqla, fiziki cəhətdən səhiyyənin səviyyəsini aşağı salmaqla, mənəvi cəhətdən də ölkədə irəli getməyin yolunun yapüzlü olmaqla, prezidenti tərifləməklə, yaltaqlı qarşılamaqla. Bəs nə etməliyik? Əlbəttə ki, dəyişməliyik. 3-cü dəfə prezidentliyə namizəd olan İlham Əliyevin timsalında ölkədə aparılan siyasətə yox deyərək dəyişməliyik. Bugünkü durumumuzu, ağır vəziyyətimizi dəyişməliyik. Dəyişməliyik ki, sabah övladlarımız eyni ağır vəziyyətdə yaşamasınlar, eyni məhrumiyyətlərlə üz-üzə qalmasınlar. Necə dəyişməliyik? Seçki günü mütləq məntəqələrə gedib səs verməliyik. Səs verməliyik, amma sonra mütləq səsimizə sahib çıxmalıyıq. Hörmətli seçicilər, siz bugün öz səsinizə sahib çıxmasaz, biz heç bir şey eləyə bilmərik. Çünki hər şey sizdən asılıdır. Səs verin, ölkədə vəziyyəti dəyişin. Mən xüsusilə bu günləri müəllimlərə müraciət eləmək istəyirəm. Seçki saxtakarlığında xüsusən bugün müəllimlər alət olaraq istifadə olurlar. Müəllimlərin maaşları artırılacaq. Ümidin proqramında buna xüsusi ayrıca yer var. Təhsilin səviyyəsi artırılacaq. Müəllimlər asudə qalan vaxtlarını repetitorlarla keçirməyəcəklər. Ailələrinə ayıracaqlar. Daha çox qazanacaqlar.
Azərbaycanın ən ucqar bölgələrində yaşayan vətəndaşlarımızın Balakənin qullarından tutmuş Lerikin Blatanına, Manidigah kəndlərinə qədər hər kəs eyni səviyyədə iş tapmaq imkanına malik olacaq. Normal həkim qayğısına, gözəl təhsilə, dayanıqlı sosial rifaha, dövlət himayəsində böyüməyə, yaşamağa, yaşlanmağa haqq olacaq. O haqq sizin haqqınızdır. O haqq üçün mübarizə aparın, səs verin. Səs verin ki, ölkəmiz dəyişsin. Mən bütün dinləyicilərimizi Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadiyə səs verməyə çağırıram. Səs verin ki, həyatınız dəyişsin. Təşəkkür edirəm.